Birisi mənə sual veribdi, Namiq Yusifli. Sual veribdi ki, üzəri necə yandırıram? Qabaqları uşaq vaxtı mamam üzəri yandıranda evdə aynaların hamısını bağlı tutardı ki, his evdə qalsın. Sən demə, bu doğru metod deyil. Əksinə, aynalar açıq olmalıdır ki, tüstü yananda, üzərlik yananda tüstü ilə bərabər insanların pis, mənfi gözləri, nəfəsləri çıxsın. Üzəri ona görə yandırılır ki, insanların nəfəsləri geçsin, yəni gözlər geçsin. Ona görə ayna açıq olmalıdır ki, onların hamısı evdən tüstü ilə bərabər çıxsın. Ayna bağlı olanda onların hamısı qalır evdə. Yəni onun üzərini yandırmağın yeri qalmır. Yəni boşuna yanır. Ondan sonra yandırıb qutarandan sonra 15 dəqiqə qalır qabda, tüstü çıxana qədər. Tüstü sönəndən sonra tam açıq havada üzərin külünü səpələməlisən küləyə səmit. Yəni külək varsa da küləyə səmit səpələməlisən, yoxsa da belə elə göyə səmit səpələməlisən. Qəti şəkildə onu zibil qabına atmaq olmaz və suya axıtmaq olmaz. Mənim bildiyim bu.